İnsanlara insanlardan olan peyğəmbərlər göndərilir. Cinlərə isə xüsusi olaraq peyğəmbərlər göndərilməyib. Amma insanlara göndərilən peyğəmbərlər eyni zamanda cinlərə də aiddir. Amma bu peyğəmbərlər bütün cinlərə gedib müraciət eləmir. Cinlərin içərisindən seçilmiş munzirlər var. Munzirlər, yəni xəbərdar edənlər. Onlar gəlirlər, insanlardan olan həmən o peyğəmbərlərdən risaləti, vəhyi, əmirləri, qadağaları öyrənirlər, götürürlər, gedirlər öz qövmlərinə neyinirlər? Bunu təbliğ edirlər. Deməli, cinlərdən nə yoxdur? Peyğəmbər yoxdur. Cinlərdən peyğəmbər yoxdur. Amma nə var? Munzirlər var. Munzirlər nədir? Xəbərdar edənlər. Amma insanlara göndərilmiş peyğəmbərlər eyni zamanda yəni cinlərə də aiddir. Ona görə yəni bu insanların mükəlləf olduğu işlər eyni zamanda cinlərə də mükəlləfdir. Namaz qılmaq, oruç tutmaq və s. və s. Bu şəriət onlara da aiddir. Bu şəriətdən kənara çıxanlar, onların içərisində kənara çıxanlar. Ya onlar asi cinlər və ya şeytanlar. Şeytanın ordusu. Orada hədisdə gəlir ki, Ramazan girdiyi zaman şeytanlar zincirlənir. Və maradatul cin. Və cinlərin asiləri zincirlənir. Çünki o asi cinlər insanlara zərər yetirirlər. Şeytanlar nədən olur? Heyvanlardan, cinlərdən və insanlardan. Onların da başçısı iblisdir. İblis də yenə cin nəslindəndir. Cin nəslindəndir. Yəni, o da cindir. Amma cinlərin hamısı pis deyil. Onların möminləri var, müsəlmanları var, tövhid əhli var, təqvalıları var. Onların insanlarla işi yoxdur. Onlar öz aləmlərindən kənara çıxmırlar. İnsanlara bir zərər toxundurmurlar və ya şeytana itaət etmirlər. Amma kim ki şeytana itaət eləyir, kim ki şeytanın qulluqçusuna çevrilir, onlar Allaha asi olduqları üçün artıq insanlara da zərər verirlər. Belə deyək də, bunların hərəsinin aləmi ayrı-ayrıdır. İnsanların necə ki bizim öz aləmimiz var və cinlərin də öz aləmləri var. Onların gördüyü yerdən biz onları görə bilmirik. Onlar bizi görür, biz onları görəmirik. Amma bu aləmlər ayrı-ayrıdır. Bax, mömin insanlar, müsəlmanlar bu aləmlərini aşıb cinlərin aləmlərinə müdaxilə eləməyə, onlarla əlaqə qurmağa və s. çalışmırlar. Düzdür? Bilirlər ki, onlar var, amma onlarla əlaqə qurmaq icazəli deyil. Cinlərin də möminləri həmçinin bunu bilirlər, insanlardan uzaq dururlar. Amma cinlərin içərisindəki o fasiklər, asilər neynirlər? Həmən o Allahın qoyduğu həddi aşırlar, insanlarla əlaqəyə girirlər. Yəni, insanların da kimləri ilə? Asiləri ilə. İnsanlardan da həddi aşanlar, Allahın qoyduğu həddi aşanlar, sehirbazlar, cadugərlər, falçılar və s. neynirlər? Onlar da bu Allahın qoyduğu həddi aşaraq cinlərlə nəyə girirlər? Əlaqəyə girirlər, xəbərləşirlər və s. və s. və s. Və onlar bir növ həmən o falçılar, sehirbazlar cinlərə ibadət edirlər. Çünki onlar xilqət cəhətdən insandan güclüdürlər. İnsanın etmədiyi işləri eləyə bilirlər. Yəni sən, ona görə bəzi insanlar deyir, filan kəsin cin xidmətçiləri var. Xeyr, yalandır. Sən onun xidmətçisisən. Sən onun xidmətçisən. Yəni, insan cinin xidmətçisi olur. Sadəcə, belə deyək, göstərdiyi dırnaq içərisində xidmətlərə görə o cin də ona qarşılığında hər hansı bir aleyküm salam. Hər hansı bir xidmət kimi, belə deyək ki, göstərə bilər. Məsələn, xəbər gətirə bilər və ya hər hansı bir şər iş görə bilər və s. Amma nədir? Mütləq insanı küfrə salır, insanı zəlalətə salır, ondan sonra nəsə bir ona nəsə bir xəbər verir və s. O da ki, birini düz deyəndə, yüzünü də yalandan deyir. Amma məqsəd nədir? O cin, həmən o şeytanlara ibadət etdiyi üçün, o cin şeytanın ordusundan olduğu üçün, şeytanın əskəri olduğu üçün, onun məqsədi insanları azdırmaqdır. İnsanları azdırmaqdır, daha da həlaklarını artırmaqdır.